Xanımın stilinə 10 üzərindən neçə xal verə bilərsiniz? Biz nə deyə bilərik vallah. Bu stil mentalitetə biraz uyğun gəlmir axı. İctimai yerlərdə biraz açıq-saçıq olması yaxşı deyil. Mən elə başa düşürəm. Mən onda sizi tanış edeyim olar. Niyə belə geyinibdi xanım? Deməli bu Genshin Impact adında video oyun var. Həminki oyunun obrazıdır və Azərbaycanda tədbir keçiriləcək. Həminki tədbirdə bütün gənclər belə maraqlı oyun obrazları geyinərək ora gələcəklər. Adı da Game Summit'dir. Mən sizə bilet hədiyyə eləsəm, siz orada iştirak edərsiniz? Yox, çətin. 100 manatlıq biletdir. Yox. Nəvələriniz var? Nəvəm var, balacan. Balacadır. Oldu. Çox sağ olun. Sağ olun. Getmisiniz heç əvvəl? Xeyr, amma getmək istəyərdim. Məncə bu dəfə gedəcəksiniz çünki sizə 100 manatlıq bilet hədiyyə eləyəcəm. Amma bir-iki dənə sualım var. Okey. Game Summit neçənci ildə yaradıb? 2023 səhv yanılmırsa. Düzdür. Bəs neçə gün davam eləyir? 200 gün. Süper. İşləyir. Deməli dostlar, bu gün biz təzadüfən partdayıq. Anime oxşuyur. Amma bu oyundur. Oyundur. Yes. Ha. Anime qızlar gerçək deyil. Gerçəkdir də. Game Summit'ə bir oyun personajıyla getmək şansınız olsaydı, kimi seçərdiniz? Katana. Kitana. Ha, Kitana. Kitana ilə. Qız deyil ki. Kitana qızdır. Kitana qızdır. Bəs siz necə? Kimlə getmək istəyirəm? Kitana ilə. Bəlkə Kitana olmaq istəyir. Aa, yox. Olar, niyə də yox? Olsun. Yox. İyun ayının 7-si və 8-i Sibrizdə keçiriləcək. Game Summit üçün sizə bilet hədiyyə edirəm. Orada sağ ol. görüşərik. Game Summit'ə VIP bilet buyurun. Videonun zəhmət olmasa bəyənmək və dostlarınızla paylaşmağı unutmayın. Game Summit'də görüşərik. Bay bay.